22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Hadisələri qabaqlayıb sizə təsdiqlənməmiş məlumat vermək istəmirik. Lakin onu deyək ki, cəbhədən sevindirici xəbərlər gəlir. Bəzi rayonlarımızın işğaldan azad edilməsi an məsələsidir. Ordumuz düşmənə çox ağır zərbələr endirir. Cəbhəyə gələn erməni könüllüləri darmadağın edilib. Sevindirici haldır ki, onların arasında Xocalı qətliamının iştirakçıları da var. Bəli, şanlı ordumuz Xocalının da intiqamını alır və almaqda davam edəcək. Son məlumatlara görə düşmənin qüvvələri müəyyən bir istiqamətdə mühasirəyə alınaraq məhv edilib. Yollarda erməni meyitləri o qədərdir ki, hətta erməni tərəfi onları daşımağa maşın belə tapa bilmir. Ölənlərin arasında düşmənin yüksək rütbəli, vəzifəli zabitləri də var. Bir sözlə, düşmən darmadağın yaşayır. Hətta Ağdərə istiqamətində yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmən xeyli sayda itki verib. Bəs son saatlarda cəbhədə daha nə baş verib? Qarabağda vəziyyət nə yerdədir? Bu barədə hərbi jurnalist Səxavət Məmməd fikirlərini bölüşüb. O deyir: Dünən gecə saatlarından bu dəqiqəyə qədər döyüş dayanmayıb. Əksinə, səhər saat 05:45-dən başlayaraq daha da şiddətlənib. Düşmən tərəfi yaşayış məntəqələrimizi hədəf alıb. Artilleriyalarımız isə düşmənin əsas atəş məntəqələrini durmadan vurur. Bəzən mən də öz-özümə deyirəm, artıq Şahbulaqda, Ağdərədə bu zərbələrdən sonra heç bakteriya da qalmaz. Ancaq yenə o bunkerlərin hesabına peyda olurlar. Bugün artilleriyamız Qarakəndi və Gəlinqayanı susturub. Təkcə oranın susmağı bir çox ərazimizin nəfəs almasına gətirib çıxarır. Ümid edirəm bir dəfəlik susmuş olacaq. Şimal cəbhəsində ciddi hərəkətliyimiz var. Son dərəcə ciddi döyüş gedir. Analitik Asif Nərimanlı Dağlıq Qarabağla bağlı diplomatik prosesləri şərh edib. O, Qarabağın azad olunması ilə bağlı 6 maddəni açıqlayıb. Asif Nərimanlı yazır: Moskvada eləcə də Mnatsakanyan, ardınca Bayramov Lavrovun qonağı oldu. Rus torpaqlarında belə görüşlərin artıq cəbhədə döyüşün məcrasını dəyişdirmədiyi bəllidir. Moskvada əvvəlcə Mnatsakanyan, ardınca Bayramov Lavrovun qonağı oldu. Rus torpaqlarında belə görüşlərin artıq cəbhədə döyüşün məcrasını dəyişdirmədiyi bəllidir. Burada maraqlı məqam Bayramovla Lavrovun görüşündən sonra Paşinyanın açıqladığı 6 maddəlik müharibə planıdır. O addımlar bunlardır. Addım 1. Könüllülər dəstəsi yaradın. Ən azı 30 nəfərdən ibarət. Addım 2. Bir komandir seçin. Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın. Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın. Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin. Addım 6. Qələbə. Nikol Moskva görüşünə ümidlə baxırdı, lakin bu baş tutmadı və erməni baş nazir hər kəsi ölümə göndərməyə qərar aldı. O anlayır ki, məğlub olacaq, amma geri çəkilsə hakimiyyətini itirəcək. Hətta həbs olunmaq təhlükəsi də yarana bilər. Bu baxımdan döyüşərək təslim olmaq bütün erməniləri öz məğlubiyyətinə ortaq etmək istəyir və sonda özünü qorumaq üçün bəyan edəcək ki, döyüşdük, amma məğlub olduq. Azərbaycan ordusunun əməliyyat taktikasını elə Nikolun 6 maddəlik planı çərçivəsində təxmin etmək çətin deyil. Ordumuz yəqin ki, Qarabağı belə azad edəcək. Addım 1. Qubadlı azad olunandan sonra Laçına doğru hərəkət edəcək. Addım 2. Cənubdan Laçına doğru hərəkət edəndə Şimal cəbhəsində Ağdərə davamlı bombalanacaq. Addım 3. Laçın dəhlizi bağlanacaq və erməni ordusu köməksiz qalacaq. Addım 4. Laçına çıxdıqdan sonra Şuşa azad olunacaq. Addım 5. Ağdərə istiqamətində mühasirədə qalan erməni qüvvələr cənub-qərbdə Şuşadan, şimal-qərbdə Kəlbəcərdən hücumla məhv ediləcək. Addım 6. Qələbə. Bu arada ictimaiyyəti Qarabağla bağlı narahat edən bir məsələ var idi. Qondarma rejimə muxtariyyət vermə. Prezident İlham Əliyev bu məsələyə son nöqtəni qoydu. O bunları deyib: Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyin etmənin müxtəlif növləri var. İcmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var.
Azərbaycanın istənilən yerində olduğu kimi əlbəttə Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq heç vaxt deyə prezident bildirib. Jurnalist Seymur Verdizadə Ermənistan baş naziri Nikol Paşinyanı ağır günlər gözlədiyini bildirib. O yazır: Paşinyanın siyasi karyerası çoxdan başa çatıb. O, Ermənistan üçün artıq tarixə çevrilib. Bədbəxt erməni xalqı bu tarixi həmişə lənətlə xatırlayacaq. Paşinyanın fiziki mövcudluğunu davam etdirib-etdirməyəcəyi isə sual altındadır. Əminəm ki, ermənilər bu məğlubiyyəti ona bağışlamayacaqlar. Əli yüzlərlə günahsız Azərbaycanlının qanına batmış bu cəlladı bizdən əvvəl ermənilər dar ağacından asacaqlar. Biz Şuşaya bayraq asanda ermənilər Paşinyanı ipdən asacaqlar. Ermənilərə Paşinyandan çox pislik edən ikinci adam tanımıram. O, sülh danışıqlarından imtina etməklə ölkəsinin dərin bir uçuruma yuvarlamış oldu. Belə getsə, müharibə başa çatandan sonra Ermənistanda əlinə silah götürüb Gürcüstanla sərhəddə dayanmağa adam tapılmayacaq. Statın sonu. Bəli, doğrudan da əskərimiz Şuşaya bayraq sancanda ermənilər Nikol Paşinyanı cəzalandıracaqlar. Həmin vaxt o, Şuşada yallı getməsinin bədəlini artıqlaması ilə ödəyəcək. Cəbhə bölgəsində olan zabitimiz hərbi ekspert Nazim Bayram döyüşlərlə bağlı fikirlərini bölüşüb. O deyir ki, düşmən əks hücumlara keçsə də bunun heç bir nəticəsi olmur. Hazırda düşmənin əks hücum cəhdlərinin nəticəsi yoxdur. Beləcəklər ona heç nə vermir. Əksinə, açıq əməliyyat məkanına çıxmaqla məhv olunması şanslarını artırır. Cəmiyyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandı. Ancaq az itki vermək üçün hərbi əməliyyatlarımız tələskənliksiz aparılır. Buna görə cəmiyyət də tələsməsin. 30 il gözlədiyimizi bir neçə gündə səbirlə gözləyək. Ən əsası odur ki, ordumuzun qarşısı alınmaz hərəkəti davam edir və torpaqlarımızın azad olunması artıq zaman məsələsidir. Əziz dostlar, cəbhədən xəbərlər verməyə davam edəcəyik. Videolarımızı izləmək üçün kanalımıza abunə ola bilərsiniz. Allah əskərlərimizi qorusun. Zəfər bizim olacaq.